Sağ olun, hörmətli sədr. Mən Naxçıvandan gələn qonaqları salamlayıram. Müzakirə olunan məsələ ilə bağlı hörmətli sədr onu demək istəyirəm ki, Naxçıvan həmişə orada Azərbaycandan ayrı düşəndən həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması və torpağın çox da münbit olmamasıdırsa, ikinci səbəbi məmurların çoxluğuydu. Buna görə Naxçıvana deyirdilər ki, nazirlər ölkəsi, məmurlar ölkəsi və o məmur təbəqəsi, bürokratiya orada inkişafın qarşısında ən böyük maneələrdən biri idi. Mən vaxtilə universitetə daxil olanda Bakıya gəldim və Azərbaycanın başqa rayonlarına gedəndə gördüm ki, burada kubikdən evlər tikilib, amma bizdə binanın küncünə kimsə düz olsun deyə bir 2 kubik qoyurdusa, onu 2 ay ora-bura müxtəlif dövlət orqanları sorğu-suala çəkirdi ki, bu kubik səndə hardandır? İndi sonradan da orada istehsal emal müəssisələri açmaq çətin olanda, yəni Qarabağ işğal altındaydı. Məsələn, bir Şərur rayonu 3 yerə bölündü, bir rayonun yerində 3 yeni rayon yaradıldı. Hüquq-mühafizə orqanlarının, əməkdaşların sayı artırıldı. İndi də biz burada deməli yeni bir icra orqanı strukturu yaradırıq, səlahiyyətli nümayəndəlik. Baxmayaraq ki, Azərbaycanın indi qüvvədə olan konstitusiyasına görə, yəni konstitusiyanın 135-ci maddəsinə görə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və baş nazir də prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən o da bir ayrı icra orqanıdır. Yəni bu da icra orqanıdır, o da icra orqanıdır. Bundan başqa hörmətli Əli müəllim qeyd elədi, amma yenə də Milli Məclisin sədri üçün icra orqanı funksiyaları saxlanılır. Yəqin bu layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanın məclisin sədri təqdim eləyir, təmsil eləyir, sonra yerli icra hakimiyyət başlarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində, Azərbaycan özündə də, yəni bir bölgəni də təmsil eləyən, o cümlədə Azərbaycanı təmsil eləyən icra hakimiyyətinin başçısıdır. Ona görə də orada da Muxtar Respublikanın təmsilçiliyi baş nazirdə olmalıdır. Amma mən ümumən nəyi təklif edirəm? Əlbəttə, burada çox müsbət dəyişikliklər də var, xüsusilə də bu konstitusiyanın bir ikinci maddəsindən o Moskva və Qars beynəlxalq müqavilələri sözünün çıxarılması çox müsbət halda. Amma geniş ictimaiyyət düşünürəm müzakirələrə başlasın və bir müzakirələr açılsın ki, ümumiyyətlə Naxçıvanda bax bu Muxtar Respublikanın saxlanmasına ehtiyac var, yoxsa yox. Naxçıvan balaca bir yerdir və burada belə deyək, əvvəllər hardasa başa düşmək olardı. Amma indi Zəngəzur da yolu açılır. Həm İran üzərindən yol çəkilir, qısa yol. Həm inşallah yəqin ki, bu Zəngəzurun üzərindən də tezliklə bir yol açılar. Orada Muxtar, bizim konstitusiyaya görə də Naxçıvan həm də unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyatın ləğvi məsələsi barədə düşünmək lazımdır. Əksinə Naxçıvana bu günləri doğrudan da iş yerləri, yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmamalıdır. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır. Dediyim kimi, əkin sahələri azdır. İnsanların evində qaz var, amma qaz yandırmağa, qazın pulunu verməyə pulları yoxdur. Onlar kənd yerlərində odun yandırırlar evlərində. Naxçıvanda onun üçün istehsal emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir və orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə Azərbaycanın özündə də, yəni bu dövlətin idarə etmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə mən hesab edirəm ki, bu dəyişiklikləri də, yəni Azərbaycan konstitusiyasını dəyişikliklər etdikdən sonra etmək olar. Amma nə qədər ki, bugün Azərbaycan Respublikasının konstitusiyası qüvvədədir və konstitusiyada da deyilir ki, Naxçıvan ali vəzifəli şəxsi, dediyim kimi, Naxçıvan Ali Məclisinin sədridir və s. Yəni, bu konstitusiyamızda bu qala-qala burada biz Naxçıvan konstitusiyasında başqa bir qanun qəbul edirik və sadalamadığım başqa məsələlər də var, vaxt almaq istəmirəm, amma ümumən belə düşünürəm ki, yəni biz bunu Azərbaycan konstitusiyasını dəyişik eləyəndən sonra bu dəyişiklikləri etsək daha məqsədə uyğun olardı. Sağ olun, diqqət çəkin. Sağ olun.
Və digər bir məsələ, burada Qüdrət müəllim məsələni qaldırdı. Qüdrət müəllim, siz bu məsələni dəfələrlə qaldırmışsınız, bilirəm. Əvvəla bu gün Naxçıvan muxtariyyəti müzakirə predmeti deyil. Məsələnin birinci tərəfi. 1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Xaos Naxçıvanda Allah özü bizə baxdı ki, Heydər Əliyev orada gəldi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri oldu. Olmasaydı nə olacaqdı? Və o Naxçıvan Muxtar Respublikasının muxtar statusu məhz Heydər Əliyevin ustalığı sahəsində Naxçıvanın ərazisinin itirilməsinin qarşısını aldı. Təsəvvür edin, bir dənə Sədərək rayonu Ermənistanla, İranla və az bir sahədə Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv eləyək, bu əraziləri ataq, kimlərin avuçuna ataq? Bu, mən başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır. Amma gəlin biraz məsuliyyətli olaq, xahiş edirəm. Bir də bu söz çox təkrar olunur ki, Azərbaycan deməli, unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Qətiyyən yanlış fikirdir. 30 ildə mən konstitusiya ilə məşğul olurum. Götürün Sovet dövrünü. Gürcüstan ərazisində 2 muxtar qurum var idi. Özbəkistan ərazisində Karakalpak Muxtar Respublikası var idi. Unitarlıq muxtariyyətin mövcud olması ilə bağlı deyil. Mərkəzi hakimiyyətlə unitar, üzr istəyirəm, muxtar qurum arasında münasibətlərin vertikal yaxud şaqili münasibətlər olması ilə bağlıdır. Tamamilə başqa-başqa şeylərdir. Bir muxtariyyətdə ola bilər, 2 muxtariyyətdə, amma o hələ ölkənin federallaşması demək deyil və unitarlığa heç bir ziyan gətirmir. Ona görə də mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti, ulu öndərimiz demişəm, bizim tarixi nailiyyətimizdir. Naxçıvan 1924-cü il fevralın 9-undan muxtar status qazanıbdır və bu günə qədər mən açığın deyim, Naxçıvan Muxtar Respublikasının ərazi itirməməsinin əsas səbəblərindən biri də onun muxtar statusa malik olmasıdır. Mənim yaxşı yadımdadır, burada hörmətli Naxçıvanlı olan deputatlar da qeyd elədilər. O 92-ci ildə nə vəziyyətidir? Və ulu öndərimiz Heydər Əliyev çox böyük ustalıqla, çox böyük məharətlə Naxçıvanın o muxtar statusundan istifadə edərək onun işğalının qabağını aldı. Bunu görmək lazımdır. Və biz hələ bilmirik ki, gələcəkdə axı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında orada bir 40 kilometr ərazi var, 40 kilometr Mehri. Bəli, o Qərbi Azərbaycandır, hələ ki bizdə deyil. Yaxşı, necə olsun onda? Biz götürdüyü Naxçıvan muxtariyyətini ləğv elədik və sonra nə olacaq? Yəni, dəmir yolun açılması, avtomobilin açılması, bəli, Zəngəzur yolu açılacaq, bunun əvvəl-axırı var. Amma bu hələ o demək deyil, axı, indi biz bir dənə dəmir yolunun açılmasına görə Naxçıvan Muxtar Respublikasının statusunu ləğv edirik. Muxtariyyət statusunu ləğv edirik. Ona görə çox xahiş edirəm, bu məsələ ümumiyyətlə müzakirə predmeti olmalı deyil. Biz bugün Naxçıvan Muxtar Respublikasının konstitusiyasına edilən dəyişikliklərdən danışırıq. Məqsəd də ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində bu dövlət hakimiyyətləri orqanları, dövlət hakimiyyət orqanları arasında münasibətlər tarazlansın. Hakimiyyətlərin deməli, bölünməsi prinsipi tam öz yerinə düşsün, normallaşsın və nəticə etibarilə biz Naxçıvanın qarşısında duran problemləri həll edə bilək. Bugün bizə lazımdır ki, Naxçıvanın hər bir insanı, Azərbaycanın orada yaşayan hər bir vətəndaşının normal həyat səviyyəsini təmin edək, işlə təmin edək, iş yerləri açaq, həyat səviyyəsini yüksəldək. İndi işimizi, gücümüzü buraxaq, Naxçıvan muxtariyyəti ilə məşğul olaq. Bax, bu yerində olan söhbət deyil, Qüdrət müəllim. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun, hörmətli Qüdrət müəllimin sözü var. Buyurun. Hörmətli sədr, doğrudan da deputatda, vice-spikerdə, danışında çox məsuliyyətli olmalıdır. Mən bunu qəbul edirəm. Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, bizim Naxçıvanda Azərbaycan Respublikasının konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb. Ziyafət müəllim çox uğurla burada onun əksini sübut eləməyə çalışırdı. Stenoqramlar var, Ziyafət müəllim çıxışları da bunu xatırlaya bilər. Ona görə də zamanla mənim burada çox qaldırdığım məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvan muxtariyyəti ilə də bağlı məsələ nə vaxtsa öz həllini tapar. İkincisi, təklif vermək, təşəbbüslə hansısa çıxış eləmək. Bu nə vaxtdan qəbahət hesab olunur? Mən dedim ki, ictimai müzakirələr açılsın. Cəmaət qəbul edəcək, xalqımız qəbul edəcək, eləməyəcək. Ona görə də doğrudan da məsuliyyətli olmaq lazımdır. Sağ olun.
Üzr istəyirəm, hörmətli xanım sədr. Qüdrət müəllim, siz həmişə Naxçıvanın muxtariyyətinin ləğv edilməsini tələb eləmişsiniz. Mən isə Naxçıvan muxtariyyətini müdafiə eləmişəm. Götürün istiqramlara baxın. Sağ olun.